Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya'i vel mursalin. Seyyidina ve nebiyyina ve mevlana Ebel Qasimi Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem ve alihi teyyibina tahirin. Ve la'netullah ala a'daihim ecma'in minel an ila kıyami yevmiddin. E'udu billahi samil alim mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri və hlul uqdeten min lisani yefqahu qavli. Əziz izləyicilər, artıq Məhərrəm ayına sayılı günlər qalıb. Allah edəcəyimiz əzadarlıqları bizdən qəbul eləsin. Allah İmam Hüseyin əleyhissalamın dünyada ziyarətin, qiyamətdə şəfaətin bizlərə nəsib eləsin və bizdə cümə xutbəsini tövbə edənlərin münacatı, İmam Səccad əleyhissalamın münacatını davam edirik. Davamında İmam Səccad belə buyurur ki: Ya mucibəl muztarri, ya kaşifəd durri, ya aziməl birri, ya alimən bimə fissirri, ya cəmiləs sitri və yaxud da sətri, istəşfə'tu bicudikə və kərəmikə ileyk və təvəssəltu bicənabikə və tərəhhəmikə lədeyk. Deyir, ey çarəsiz qalanın duasına cavab verən, ey zərəri, sıxıntını aradan qaldıran, ey böyük ehsan və yaxşılıq sahibi, ey gizlinlərdə olanı bilən, ey gözəl örtən, yəni bəndələrini eybini gözəl şəkildə örtən, sənin səxavətini və kərəmini sənə şəfaətçi etdim və sənin dərgahına, mərhəmətinə təvəssül etdim. Sənin dərgahına mərhəmətinlə və yaxud təvəssül etdim. Bəli, mərhəmətinlə sənin dərgahına, sənə təvəssül etdim. Sənə gəlmək üçün yenə sənin öz lütfünü və kərəmini vasitə etdim. Belə də tərcümə etmək olar. İmam Səccad əleyhissalam dualarının əvvəlində deməli gəlir, yavaş-yavaş tövbə halını alanda, tövbə edəndə artıq başlayır Allahın bir növ belə deyək adlarını zikir eləməyə. Ya mucibəl mustarri. Nə deməkdir? Çarəsiz qalanın duasına cavab verən. Özdə çarəsiz deyəndə hər cəhətdən çarəsiz olan, hər cəhətdən. İstər maddi çarəsizlik olsun, istər mənəvi çarəsizlik olsun. Çarəsizlik bilirsiniz nədir? İnsanın əli hər yerdən üzləndə, yəni çarəsiz nə deməkdir? Əlimdən heç nə gəlmir. Heç nə gəlmir. İnsan əli hər yerdən üzülür. Tövbə eləyir, tövbə halını alır və başa düşür ki, mənim bu günahımı, mənim bu günahkar halım bir çarəsizlikdir və heç kəs məni bu haldan çıxara bilməz. Nə dost, nə yaxın, nə ustad, nə müəllim, fərq eləmir. Heç kəs məni bu çarəsiz haldan çıxara bilməz. Mən bir çarəsiz hala düşmüşəm. Yeganə ilahi bir dənə sənsən ki, məni bu çarəsizlikdən xilas eləyə bilərsən. Ona görə Allahın bu adını çağırır. Mucibəl mustarri. Çarəsizlərin duasına cavab verən. Sonra deyir ki, ya kaşifəl durri, ey zərəri, sıxıntını aradan qaldıran. Yəni elə bir sıxıntı ki, mənəvi bir sıxıntıya düşmüşəm mən. Mən günah eləmişəm və günah məni sıxır. Günah mənim bütün halımı əldən alıb. Günah mənə yaşam həvəsimi öldürüb və bir dənə bu yaşam həvəsini verən sənsən ilahi mənə. Sənsən bu sıxıntını aradan qaldıran. Mən ki gəldim, danışdım, tövbə halını aldım. İndi ilahi bu sıxıntımı aradan aparır. Görürsünüz, insan tövbə halını əldə eləyir, tövbəni danışır, gəlir Allaha tövbə eləyir. Bir də bir sıxıntı qalır axı insan tövbə eləyəndə. İstər-istəməz bir sıxıntı var. Günahkarlıq, o tövbə təsir eləyir də. O təsiri aradan aparmaq, o sıxıntını aradan aparmaq üçün yenə sonda Allaha gəlib müraciət edir ki, ilahi, həm də bunun təsirini, bu sıxıntı ki məndə var, neçə il günah eləmişəm, bunun bir sıxıntısı məndə yaşayır.
ürəyimdə yaşayır, ürəyimə təsir edib, onu aradan apar. Ya aziməl birri, ey böyük ehsan və yaxşılıq sahibi. Allahın ən böyük ehsanı, ən böyük yaxşılığı insan odur ki, insanı sıxıntı haldan çıxarsın. Sıxıntılı bir haldan çıxarmağın özü Allahın insan üçün ən gözəl hədiyyəsidir. Soruşsalar, Allahın insan üçün ən gözəl hədiyyəsi nədir? Maşındır? Yox. Evdir? Yox. Nə bilim, namaz bəxş eləməsidir. Onlar da var, amma insana bəlkə də ən böyük verdiyi hədiyyə Allahın odur ki, insanı sıxıntıdan çıxarır. Ehsan və yaxşılıq sahibi nədir? İnsanı sıxıntıdan çıxarması, insana gözəl bir hal bəxş eləməsi, gözəl bir, mən demirəm, hamımız gedək hal arxasınca düşək, hal əldə etməyən namazı tərk edeyim, yox. Bəzən belə bir şey deyilir, namaz qılıram, halım olmur. Gəlsən bunu demişəm, səhv etmirəmsə, namaz qılıram, halım olmur. Onda mən neyiniyim? Bəzən Allah insanı imtihan edir ki, ona müəyyən bir müddətdə hal vermiş ki, görün bu hal arxasınca gedir, yoxsa Allah arxasınca. Halın ləzzətinin arxasınca gedir, yoxsa Allahın arxasınca gedir. Məqsəd nədir? Hədəf nədir? Yəni Allah gəlir, bizi o şirkdən qoruyur. İmtihan eləyir. Ona görə mən demirəm, elə hər yerdə hal əldə edir. Hal əldə etmir. Mən İmam Hüseynə əzadarlıq edirəm, halım olmadı. Onda mən o əzadarlığı tərk edirəm. O cür deyil. İmtihan olundun, deməli imtihandan çıxmadım. İnsan burada belə deyim də, üzr istəyirəm bu ifadəmə görə, hal dilənçisi olmamalıyıq. Bunu qəbul edək ki, hal dilənçisi olmamalıyıq. Halı istəyək, amma vasitə qərar verək ki, sənə çatmaq üçün. Amma hal dilənçisi olmayaq. Bütün ibadətlərdən, hər şeydən hal dilənçisi olmayaq. Düzdür, biz vaxtında demişik ki, insan hal ləzzətlə namaz qılmalıdır, ibadət etməlidir. Bunlar olmalıdır, mən inkar eləmirəm. Sadəcə olaraq bunu əsas hədəf qərar verməməliyik, halı vasitə qərar verməliyik. Yoxsa onda biz yavaş-yavaş hər şeyi tərk etməyə başlayacağıq. Arif deyilik axı biz. Hamımız elə birdən-birə duraq, arif olaq. Belə deyil. Və deyir ki, ya alimən bimə fissirri. Bəli. Ey gizlinlərdə olanı bilən, sən bilirsən mənim gizlin işlərimi. Hətta elə şey var ki, mənim özümdən gizlindir. İki cür gizlilik var. Çox möhtəşəm bir tərəf, diqqət edin. Bir gizlilik budur ki, insan o qədər pis işlərə aludə olur ki, yadından çıxarır. Özü belə yadından çıxarır, amma Allah yadından çıxarmaz. Deyirik, ilahi, ola bilər mənim nəsə yadından çıxsın, sənin yadından çıxmayıb. Gizlində olanları sən bilənsən. Başlayır onu yada salmaq ki, ilahi sən bilirsən, balalar var, o gizlində olanları bağışla. Bir də gizlində olan budur ki, insan bir sirdir. İnsanda bir gözəl sirlər yatıb, bir gövhər var insanda. İnsanda o sir aşkar olmalıdır ki, bəzi insanın fərqində olmur, fərqinə varmır və gəlib burada deyir ki, ey gizlində olanları bilən. Yəni ilahi, sən bilirsən ki, mənim içimdə, daxilimdə bir gövhər var. O gizlikləri üzə çıxar. Onu üzə çıxar. Tövbə eləmişəm, gəlmişəm kamil insan olmağa və bilirəm ki, daxilimdə bəzi gövhərlər var, dəyərlər var. Onu üzə çıxar ki, mən o sıxıntılardan uzaq olum, sənə gözəl bir bəndə, şad bəndə, daim sevincli, daim sənə tərəf qaçan bəndələrdən olum. Ey gözəl örtən, bəndələrini eybini örtən. Allah deməli, ya cəmilə sətri və yaxud da sitri iki cür gəlib. Gözəl örtən nədir? Allah bəndəsini, günahını elə örtər ki, insanın özünə belə yadından çıxarar. İnsan sözü nisyan sözündəndir bəzən deyirlər. Yəni unutqan, insan yəni unutqan. Bəzən belə izah edirlər. Yəni Allah gəlir insana bəzən onun etdiyi pis işləri xəcalət çəkməsin deyə ona unutturur. Bir dəfə demişdik, insan cənnətə gedəndə bəndə xəcalət çəkməsin deyə Allah o qədər rəhmətlidir ki, cənnətdə belə bəndənin keçmişdə etdiyi günahı bəndəyə unutdurar. Belə bir rəhmətli Allahdır. Ey gözəl örtən, yəni mənim özümdən də özümü ört. Yaxşı bir söz oxumuşdum. Yaxşı bir sözdür. Deyir ki, ilahi, qiyamətdə məni özümə göstərmə.
Özümü mənə göstərmə. Ha, mən xəcalətdən ölərəm. Məni özümə göstərsən mən xəcalətdən ölərəm. Yəni gizlət, ey gizlinləri örtən, gözəl örtən, mənim pis işlərimi ört. İnansınız, o qədər şeylər var ki, Allah örtəcək ki, bəndəmə onu göstərməyim, xəcalət çəkər. Yaxşı dost, qayğıkeş dost hər zaman dostunun eybini nəinki özündən, onun özündən də örtər. Dostunun özündən də örtər ki, yadına salmasın ki, xəsalət çəkməsin. Sonra deyir ki, İstəşfə'tu bicudikə və kərəmikə ileyk. Sənin səxavətini, ondan sonra sənin kərəmini sənə şəfaətçi edirəm, etdim və yaxud. Yəni, mən sənə səninlə gəlirəm. İbadətimə şəfaət, mən ibadətimə güvənmirəm, ibadətimə özümə şəfaətçi qərar vermirəm. Quran oxumağa özümə şəfaətçi qərar vermirəm. Səni sənin özünə şəfaətçi qərar verirəm. Sənin gözəl adlarını, sənin gözəl xüsusiyyətlərini sənin özünə şəfaətçi qərar verirəm. Gedərsən birinin yanına, bir xahiş eləyərsən, deyərsən ki, axı sən belə insansan. Axı sən əlaçı insansan. Görürsən ki, onun yaxşı xüsusiyyətləri ilə ona şəfaət edir. Onun yaxşı xüsusiyyətlərinə ortaya çıxarıb o xüsusiyyətlərini şəfaətçi qərar verirsən. İndi gəlir Allaha deyir ki, sənin səxavətini, kərəmini sənə şəfaətçi edirəm. Şəfaətçi etdim. Bunların vasitəsi ilə gəldim sənin yanına. Onlara, yəni, onlarla şəfaət etdim. Yəni, onlara, bir növ belə deyim də, onlara sarıldım. O gözəl isimlər və gözəl xüsusiyyətlər və sarıldım. Və təvəssəltü bi cənabikə və tərəhhəmikə lədeyk. Və sənin dərgahına mərhəmətinlə təvəssül etdim və yaxud da mərhəmətinə təvəssül etdim. Sənə gəlmək üçün yenə sənin öz lütfünü və kərəmini vasitə etdim, mərhəmətini təvəssül etdim. Görürsünüz, yenə Allahın mərhəmətini xatırlayır. Hər yerdə Allahın mərhəmətini xatırlayır. Deyir, sənin mərhəmətinə təvəssül etdim. Yenə, yəni özümə qalsa mən heç kiməm. Özümə qalsa mən heç kiməm. İnsan başa düşür ki, insanın gözəl xüsusiyyətləri Allahın gözəl xüsusiyyətlərinin müqabilində heç nədir. Şəkər kimi əriyib gedər. Allahın o gözəl xüsusiyyətlərindən müqayisə eləsə. Ona görə mən yox, keçici bir xüsusiyyət yox, daimi, qalıcı bir xüsusiyyətə onu nəzərə alıb, onunla Allaha getməliyəm. O da Allahın gözəl xüsusiyyətləri, sifətləri, isimləri. İnsan burada artıq təvazökar bir halına gəlir ki, insan özünü heç bilir. Belə danışmaqla heç bilir. Heç bilməklə isə insanın qəlbində mərhəmət hissi yaranar. İnsanın qəlbi yumuşalar. Qəlb yumuşalanda qəlb kövrək olur. Yəni necə kövrək? Yəni qəlb sınır. Allah deyir ki, mən sınmış bəndələrimin həmdəmiyəm. Sınmış bəndələrimin həmdəmiyəm. Yəni qəlbi sınmış bəndələrimin həmdəmiyəm. Qəlbi sınmış bəndələrimin qəlbindəyəm. Bir dəfə də bunu çoxdan demişdik. Həzrət Musa əleyhissalam Allahdan soruşur ki, ilahi, səni axtarmaq istəsəm, harada səni tapım, harada axtarım? Allah dedi ki, mən sınmış, qəlbi sınmış bəndələrimin qəlbindəyəm, onların həmdəmiyəm. Yəni, insan öz qəlbini sındırsa, insan sınmış bir halla Allaha gəlsə, Allah bilin ki, oradadır. Bilək ki, Allah oradadır, bizim yanımızdadır. Ona görə deyirlər ki, başqalarının qəlbini sındırmayın, ehtiyatlı olun. Kimin qəlbini sındırsanız, Allah oradadır. Allah oradadır. Allahın qəzəbləndirərsə Allahı. O sınmış qəlb sənə qarşı çıxsa, Allah sənə qarşı olar. Ehtiyatlı olun, çox ciddi bir məsələdir bu. Ona görə sınmış qəlbin yanındadır Allah. Və insan Allahın gözəl xüsusiyyətlərini dilə gətirməklə, Allahın böyüklüyünü, əzəmətini dilə gətirməklə öz-özünü sındırır. Yəni, qəlbini sındırır ki, öz qəlbini sındırır ki, mənim heç nəyim yoxdur. Mənim heç nəyim yoxdur, sınmış bir qəlblə sənin yanıma gəlmişəm. Gözəl bir ayə var, Nur surəsi 31-ci ayədə. Allah buyurur ki, və tubu ilallah cəmiən əyyuhəl mu'minun. Ey möminlər, Allaha tərəf hamılıqla tövbə eləyin.
sanki Allah insanda bir ümid yaradır ki, narahat olmayın, günah etməklə sən o demək deyil, mömin deyilsən. İnsan mömin ola bilər, amma bəzən günah eləyər. Allah o günahkarı mömindən, həqiqi mömindən ayırmır. O qədər mərhəmətli deyir ki, əyyuhəl müminun. Ey möminlər, Allaha tərəf hamılıqla tövbə eləyin. Hamınız tövbə eləyin. Bəli, indi o yüksək dərəcədə olan möminlərin özünə məxsus tövbələri ola bilər. Amma biz zəif imanlı olan möminlərin özümüzə məxsus bir tövbəli ola bilər. Lakin Allah ayrı seçkili eləmir. Günahkarlar da deyir, mənim mömin bəndələrimdir. Bir ümid verən ayədir ki, Allah mənim möminlərdən ayırmadı. Pak insanlardan ayırmadı. Gözəl bir ayədir bu. Bu da Allahın yenə da bundan artıq nə deyəsən, necə özümüzə inandıraq ki, həqiqətən Allah bağışlayandır. Həqiqətən Allah bizi sevir. Həqiqətən də Allah bizə də mömin deyir. Necə bizi dəvət eləsin Allah? Quran başdan ayağa mərhəmətdir. Hədislərimizə baxırıq, başdan ayağa mərhəmətdir. Məsumlar başdan ayağa mərhəmətdir. Başqa cür necə olmalıdır? Sonra davamında buyurur İmam Səccad, fəstəcib duai və la tuxayyib fikə rəcai və təqabbəl təvbəti və kəffir xətiəti bimənnəkə və rəhmətikə ya ərhəmər rahimin. Elə isə duamı qəbul elə, səndən olan ümidimi puça çıxarma, tövbəmi qəbul et, xətamı ört və bağışla, öz lütfün və mərhəmətinlə, ey mərhəmətlilərin ən mərhəmətlisi. Səndən olan ümidimi puça çıxarma. Və la tuxayyib fikə rəcai. Deməli, burada onu göstərir ki, insanın ən böyük sərmayəsi nədir? İnsanın ən böyük sərmayəsi nədir? İnsanın ən böyük sərmayəsi ümiddir. Keçən dəfə demişdik. Ümidlə yaşamaq insanın ən böyük sərmayəsidir. İnsanın ən böyük qazancı ümidlə yaşamaqdır. Ona görə deyir ki, və la tuxayyib fikə rəcai, səndən olan ümidimi puça çıxarma. Görürsünüz, İmam Səccad bunu öyrədir ki, bizə ümidlə yanaşın Allaha. Hər zaman Allaha ümidi xatırladın. Allah xatırlayır, bilir. Amma söhbətdir, yəni bu eşq dilidir. Allaha xatırladın ki, ilahi ümid. İlahi ümid. Harada olduğunuz deyin ki, ümidim var ha, ilahi. Çünki Allah dedik kesinə və dəyişməzdir. Allah dəyişməzdir. O ümidə baxır Allah. Ümidimi görür, Allah deyir, mən ümidlər puça çıxara bilmərəm. Belə şey eləyə bilmərəm. Və deyir ki, və təqabbəl təvbəti. Nə deməkdir? Tövbəmi qəbul et. Burada tövbəmi qəbul et nə deməkdir? Yəni, ilahi, vəssalam, qayıtdım. Mən qayıtdım, gəldim, özümə qayıtdım. Başlayıb bir anlıq qəflətdəydim, özümə qayıtdım. Və kəffir xətiəti bimənnəkə və rəhmətikə. Və deyir, öz lütfün, minnətinlə, mərhəmətinlə, deməli, mənim xətalarımı, günahlarımı bağışla. Kəffir örtmək deməkdir də, örtmək. Xətalarımı ört. Amma deyilir ki, xətalarımı əgər Allah rəhmətlidirsə, hər şeyə rəhmət edirsə, gücü onun rəhmətindədirsə, kəffir, yəni ört xətalarımı. Təkcə xətalarımı örtmək yox. Deyirlər ki, mənası odur ki, həm də neynə? Bağışla, həm də daha doğrusu xətaları bağışla, ört, həm də onun təsirini aradan apar. Onun təsirini aradan apar. Bundan lap öncəki xütbələrdə də oxumuşduq. Allah pislikləri, tövbə eləyənlərin pisliklərini yaxşılığa çevirir. Yəni, bu onu göstərir ki, Allah insanı bağışlayanda yenə onun o xətalarının həm də təsirini aradan aparır. Rəhmətlik, Allah rəhmət eləsin. Ustad Hacı Şahin deyirdi, Hacı deyirdi ki, tövbə budur ki, qırılmış, qopmuş barmağı birləşdirməkdir. Və yenidən bərpa etməkdir. Yəni, yenidən həyatımızı bərpa edirik. Yəni o təsirlər aradan gedir. Bu qədər. Allah qüdrətlidir. İnnallaha qadir. Allah qüdrətlidir. Allahın da qüdrətli olmağı budur ki, yəni təkcə nəyisə düzəltsin, nəyisə xəlq etsin, yox.
Allahın həm də qüdrəti ondadır ki, bir günahın təsirini aradan apara bilsin. Təsirini aradan apara bilsin. Burada nə var? İnsan birinci bütün bu tövbəkarların duasında, münacatında bunu başa düşdür ki, insan əvvəla Allaha tövbə etməyə gələndə ümid halı ilə gəlməlidir. İki, duaya başlamalıdır, dua etməlidir. Start verməlidir duaya, tövbə eləməlidir, bağışlanma diləməlidir. Sonra nə olur? Allahın rəhməti insana nazil olur. Bəli, sonda bunu qeyd edim ki, düzdür, mən istəmirəm insana bir ümidsizlik kimi bunu deyim. Bəli, insan ola bilər, yolun dəyişsin. Yeni həyatı bərpa edir, yenidən həyatını bərpa edir, amma fərqli yolla. Misal olaraq, tutaq ki, bir yerə fərqli istiqamətdən getmək olur. Biri qısa yoldur, biri uzun yoldur. Qısa yolla da gedə bilərəm, uzun yolla gedə bilərəm. Həyatında günah eləməyən, daim yaxşı halda olan insan qısa yolla gedib hədəfinə çatacaq. Amma bir insan günah eləyib, tövbə etsə, o günahın təsiri yoxdur. Bəli, təsiri olmayacaq insana. Allah o təsiri aradan aparar. Amma bir dənə məsələ var ki, yolu dəyişdin, başqa yolla getmiş oldun. Biraz uzaq yolla getdin. Təsiri bu mənada olur ki, səni məhv eləməyəcək o günah. Amma təsiri bu mənada olacaq ki, yolu biraz uzatdın. Biraz uzun yolla getdin. Biz bu geniş bir bəhs tələb eləyir. İnşallah qismət olar bu barədə nə vaxtsa danışarıq. Tövbə eləyəndə günahın izi qalmır. İzi aradan gedir. İzi bu mənada qalır ki, sən biraz yolu keşməkeşli elədin, yolu biraz çətinləşdirdin. Çətin yolla biraz gedəcəksən. Amma bir insan tövbə eləyəndə onun insanın mənəvi təsiri eləyir yoxsa yox, tövbə ilə bəli insanın mənəvi, o mənfi təsirini aradan aparır. İnsan artıq gözəl bir mənəvi ab-hava əldə edir. Çünki biz demişdik axı, tövbəkar, tövbə edən özü bir məqamdır. İnsan o məqama çatmaqla, əgər o məqama çatırsa, deməli, onun o təsirini aradan aparacaq, əvvəlki həyatının təsirini aradan aparır. Bu da dinin bizə olan bir neymətidir. Həqiqətən insan belə şey elə bilər. Yeganə dindir ki, bəli, deyir ki, insan bir anda dəyişə bilər. Bu mümkün deyil, yox. Allahın qüdrəti var axı. O qüdrətlə mümkündür. Başqa məktəblər insanın inkişafını müəyyən yaş həddində müəyyənləşdirirlər ki, bu yaş həddində belə olur, ondan sonra məsələn yuxarı yaş həddinə çatır, başqa cür olur. Mərhələli şəkildə gəlir. Amma din bizə deyir ki, insan bir anın içərisində dəyişə bilər. Buna şək eləmək olmaz. Şəklə yanaşmaq olmaz. Niyə? Çünki əgər Allahın qüdrətinə iman gətirmişiksə, bu mümkündür. Bu bizim deməli, Xəmsə Əşərə İmam Səccad əleyhissalamın 15 münacatının birincisi idi ki, bugün sona çatdırdıq. Tövbəkarların münacatı bitdi. Allah bizlərə bu tövbədən, həqiqi tövbədən nəsib eləsin inşallah. Növbəti cümə xutbələrində artıq ikinci münacata keçəcəyik ki, ikinci münacatda deməli, münacatu şakin, yəni şikayət eləyənlərin münacatıdır ki, inşallah onu da oxuyub izah eləyəcəyik. Allah həmd olsun ki, Allah nəsib elədi, bu münacatı oxuduq. İnşallah gələ tövbə də etdik. Etməmişiksə, Allah belə bir tövbəni bizə nəsib eləsin. Bütün günahlarımızı inşallah bağışlasın. Allahümmə inna nəs'əlükə və nəd'uk bismikəl azimə əl-əzəm əl-əzzənə cəlləl-əkrəm və bil-Hüseyni ya Allah, 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 ya Rahman, ya Rahim, ya muqallibəl qulub, səbbit qulubənə alə dinik. İlahi əllərimizi naümid qaytarma. Amin deyən dillərimizi lal öldürmə. Bağışlamamış bizləri qəbr evinə göndərmə. Qəbrimizin ilk gecəsində İmam Hüseyni başımızın üzərində hazır elə. Dünya və axirət bizləri İmam Hüseynindən ayrı salma. Dünyada o ağanın ziyarətin, qiyamətdə şəfaətin bizlərə nəsib elə. Peyğəmbər və ali Peyğəmbərdən bizləri ayrı salma. Çətinlikdə olanların çətinliklərini həll elə. Xəstə olanlar var, nəzərdə olan xəstələr var, onlara şəfa ver. İltimas dua istəyənlər var, ilahi onların dualarını qəbul elə. Bu cümə günündə qılınan cümə namazları ali dərəcədə qəbul elə.
Məhərrəm ayı gəlir, bizləri Məhərrəm ayının feyzindən, gözəlliyindən binəsib eləmə. Şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Qazilərimizə tezliklə şəfa ver. Onların valideynlərinə səbir, inayət elə. İlahi, bizi bir-birimizə daha da mehriban elə. İlahi, cümə günündə qılınan cümə namazı hər kəsdən qəbul elə. İlahi, hər kəsin cümə günündə edilən dualarını qəbul elə. Dünyanın hər yerindəki müsəlmanlara, körpə uşaqlara zülm edirlər, zəlil məhv və nabud elə. Dünyanın hər yerindəki İslam'a, dinə xidmət edirlər, İlahi. Onları daha da müvəffəq elə. İlahi, Azərbaycanımızın bayrağını dünyanın hər yerində uca elə. İlahi, İmam Zaman əleyhissalamın zuhurunu tez elə. Ağanın qəlbimizdən razı və xoşnud elə və günahlarımızı bağışlamaqla o ağanın zuhurunu təcil elə. حق محمد وآله وبحق سورة المباركة الفاتحة مع الصلوات اللهم صل على محمد وآل محمد وعجل